Qəbul imtahanında istifadə olunmuş test tapşırığının izahına baxaq. Nümunələrlə bağlı uyğunsuzluğu müəyyən edin. A. Ölümdən qorxmayın siz, ey oğullar. Ruhlar bu torpağı qoruyacaqdır. Feillər eyni qrammatik məna növündə müxtəlif şəkillərdədir. Biz burada baxası olsaq, aydın şəkildə görə bilərik ki, qorxmayın və qoruyacaqdır feilləri iştirak edib. Qorxmayın feili məlum növdə, əmr şəklində, qoruyacaqdır feili məlum növdə, xəbər şəklindədir. Ona görə verilmiş fikir doğrudur. Bağların arası ilə uzanan bir yolla gedirdim. Köməkçi nitq hissələrinə yalnız qoşma və ədat işlənmişdir. İlə qoşma, bir ədat. Bir nə üçün burada ədatdır deyə sual versəniz, burada görərik ki, bağların arası ilə uzanan və yol sözünün ortasında gəlib, ona görə də bir burada ədat götürüləcək. B variantı da doğru olduğu üçün çıxırıq. Kiçik oğrulardır hədəfin sənin. Böyük oğrulardan xəbərsizmisən? İsmi xəbərin ifadə vasitəsi nitq hissəsidir. İsmi xəbər xəbərsizmisən? Burada ismi xəbərin ifadə vasitəsi sifətdir. Ona görə də fikir doğrudur. Bizim evin böyründəki düzdə çoxlu at otlayırdı. Əsas nitq hissələrinə yalnız say işlənməyib. Biz burada görürük ki, çoxlu sayı iştirak edib. At sözündən əvvəl gəlib, onun sayını bildirib. Ona görə də çoxlu burada say götürüləcək. Doğru cavabımız D variantı. İş apar, baş gedərsə qoy getsin, adı qalır, bəs deyilmi millət ilə? 3 ədat işlənmişdir. Baxaq, qoy, bəs, mi. Bu da doğru fikirdir. Ona görə də çıxırıq. Düzgün cavabımız